Hər kəsə salamlar olsun, dəyərli izləyicilər. Demək, laplıq hələ yerdən təzə-təzə çıxır. Biz, əgər bilirsiniz ki, bu nə qədər dəftərə dərmandır, Allahın da olsun. Bunu heç yerdə qoymaq istəyir. Belə çox gözəl bitkidir bu. Çox az miqdardadır bu saat. Balaca da hələ. Qəbələnin ən isti bölgəsi də Aran tərəfdir, bura, Hacıalı tərəfdir. Yox dərəcəsində da. Ayın axırına çox olar Allah qoysa. Demək, bunun faydaları, bax, prostat xəstələri üçün inanılmaz faydaları var. Ən böyük faydalardan biri bu, daxili orqanlarda olan kistaları əridir. Qadınlarda süd vəzində olan kistalar, yoğun bağırsaqda, qaraciyərdə, öddə olan kistaların qənimidir, bax, bu bitki. Bu bitkinin həm kökü, həm yarpağı, dediyim xəstəliklərdə yenə deyirəm, həm Masova kislatanı götürür, CD turşusunu götürür, demək, podaqra xəstələri üçün çox yaxşı kömək eləyir. Revmatizm xəstələri üçün bu inanılmaz faydaları var. Bu formadadır, belə bitkilərdir. Adı laplıq gedir, bizim dildə at pıtrağı gedir bitkinin adı. 2 ay müddətinə kimi bundan hazırlanan kökündən, çiçəyindən, bir də yarpaqlarından hazırlanan maye ilə kistalardan azad olmaq olur. 2 ay, 3 ay müddətinə kimi. Bunu qoyayım.